5-6 uşaqlar elə öz vəsayəti ilə köməklik eləyirlər, yollarda işləyə bilirik. Yoxsa heç onun vəziyyəti lap pisdir. Baş yoldan, qılavını yoldan ayağına bəri idarəyə qədər istəyirik, asfalt eləyərlər. Neçə illərdir deyirik. Bir maşın qabaqdan gedəndə dağda tozdan getmək olmur. Qışda palçıq olur, yayda da toz olur. Söhbət Ağdaşın Aşağı Ləki kəndinin yollarından gedir. Kəndin giriş hissəsinin içərisinə qədər olan hissəsi dağılmış, kələkötür vəziyyətdədir. Mövcud vəziyyət sürücülərin də narazılığına səbəb olur. Taksi işləyirəm, hər gün də bu yolu 5 dəfə, 10 dəfə, 20 dəfə gedib şəhərəm. 5 manat, 3 manat qazanıb hamısı maşına xarç qoyuram, maya qoyuram. Dağılıq yollar bərbat gündədir. Heç olmasa bura qədər olsa yaxşı olar da. Çünki kəndin çıxış yolu, əsas çıxış yolu budur. Heç olmasa məktəb yoludur, bağça yoludur, sonra idarə yoludur. Cəmaət bura ilə işləyir. Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirdi ki, kəndarası avtomobil yollarının yenidən qurulması regionların sosial-iqtisadi dövlət proqramı çərçivəsində həll olunur. Bu proqram çərçivəsində cari il ərzində Ağdaş rayon ərazisində 30 km uzunluğa malik 8 yaşayış məntəqəsini birləşdirən avtomobil yollarının yenidən qurulması nəzərdə tutulub. Aşağı Ləki kəndinin yolunun yenidən qurulması ilə bağlı da təkliflər hazırlanaraq dövlət proqramına daxil edilməsi üçün aidiyyatı üzrə təqdim olunub.